Mitral qapağın 4-cü dərəcəli massiv çatışmazlığını echoda görə bilirsiniz. Qanın böyük həcmdə sol qulaqçığa qayıtması aşkar görünür. Mitralın arxa tayı demək olar ki, tamamilə xordalardan məhrumdur və sol qulaqçığa sistla zamanı prolabə eləyir. Nəticədə xəstədə çox ciddi təngnəfəslik və boğulma şikayətləri, xüsusilə gecələr qeyd olunur. Əməliyyatdan sonraki echoda gördüyünüz kimi artıq həlqə yerindədir, qapaq tayları tam koaptasiya edir və mitral qapaq yetməzliyi yoxdur. Əməliyyat önü transtorakal echoda qapağın prolapsı və sol qulaqçığa qayıdan qanı görə bilirik. 4 kameralı görüntüdən də arxa tayın prolapsı olan segmenti və geri qayıdan qan aşkar görünür. Əməliyyatdan sonraki transtorakal görüntüdə yetməzlik yoxdur. Ürək tam normal funksiyasını görür. Eləcə də 4 kameralı görüntüdə qapaq tayları normal koaptasiya edir. Niyə xordalar belə görmək olur? Nəticə əladır. Xəstəmizin şikayəti yoxdur. Təşəkkürlər.